Bakıda 456-a görə 75 yaşlı qadına qarşı quldurluq edərək onu amansızlıqla öldürməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Azadlıqlar Məhkəməsinin hakimi Elnur Nuriyevin sədri ilə baş tutan prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Vəkilin müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib. O bir neçə dəfə təhqirə məruz qaldıqdan sonra hadisənin yaşandığını, öldürmək kimi bir niyyətinin olmadığını bildirib. Məhkəmə müşavirəyə gedib gəldikdən sonra hökmü elan edib. Hökmə əsasən Süleyman Cəbiyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin mayın 28-də Sabunçu rayonu Maşdağa qəsəbəsində baş verib. Belə ki, 75 yaşlı Jalə Əskərxanovanın meyiti mənzilində aşkar olunub. İlkin araşdırmalar onun bir neçə gün əvvəl bıçaqla öldürüldüyünü göstərib. Şübhəli şəxs kimi qonşusu əvvəllər oğurluqda məhkum olunmuş 30 yaşlı Süleyman Cəbiyev saxlanılıb. İstintaqa görə Süleyman Cəbiyev hasardan aşaraq qadının evinə girib, onun boğazından tutaraq pullarının yerini soruşub və daha sonra qadına bir neçə bıçaq zərbəsi endirib. O paltar dolabından 450 manat pul götürərək hadisə yerindən qaçıb. Hadisədən 4 gün sonra mərhumun yaxınları Jalə Əskərxanovanın onların zənglərinə cavab verməməsinə görə onun evinə gələrək meyitini aşkar ediblər. Süleyman Cəbiyev ifadəsinə bildirib ki, o qonşusunu tamah məqsədi ilə yox, hadisədən bir neçə gün əvvəl onu söydüyü üçün öldürüb. Buna görə də qadının evinə gəlib. Məsələyə aydınlıq gətirmək istəyəndə isə qadın onu yenidən təhqir edib. Bundan sonra Süleyman Cəbiyev qadına xəsarətlər yetirib. Süleyman Cəbiyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, 120.2.9-cu, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə, 120.2.11-ci, yəni quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya bantizmlə qəsdən adam öldürmə və 181.3.3-cü, yəni quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə maddələrlə ittihamlar sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.